Qurana baxış iki cürdür. Bir var, baxırsan, bilirsən, bunu Allah yollayıb. Burada hikmət axtarırsan, yəni boş söz deməz. Onda Allah verir adama nəsə. Bir də var ki, Qurana baxırsan, münsif kimi görürsən, sən açmısan Quranı, bu nə söz? Ya belə söz olar filan. Əvvəla deyən də bir bu orijinal deyil, orijinaldan oxuy. Həm belədir, həm də ki, o zamanın dili ilə danışıb. Ona qalsa sən elə oturub qoy baba Dədə Qorqudu da ələ salmalısan. Yəni baxış elə olmalıdır ki, baxır kimin yazısına. İstərsiniz Füzulinin qəzəlini gətirib adamın qabağına qoyanda, sən artıq buna bir hikmət sahibinin sözü kimi yaxınlaşırsan. Oradan heç başa düşməsən də belə, istəyirsən hikmət axtarırsan. Niyə? Çünki Füzulinin sözüdür. Həmçində Allahın sözündə bir var ona yanaşasan, belə də barmaq arası, nə deyir bu burada? Bir də var ki, bunu aləmlərin Rəbbi yollayıb, mütləq burada hikmət olmalıdır, o cürünə baxasan, baxışdan çox yazsıdır.